Super, 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 super muhteşem. Traktovkanı çok beğendim. Ellerine sağlık. Nicat müəllimin, Nicat Kazımovun, aktörlerin, herkesin ellerine sağlık. Diyeceksiniz həmişə super deyil, əlbəttə ki, həmişə super deyirəm. Gənc tamaşaçılarda iki traktovka xoşum gəlir. Bir bu, bir də ki, kod adı VX. İkisinin də traktovkası, quruluşu superdən superdir. Oburlar da yaxşıdır. Həmişə tərifləmişəm, tərifləyəcəm də. Super, super, super. Deməli, Şah Abbasın taxta gəlməsi, onun hökm sürməsi, hamısı barədədir. 2 hissədən və 4 etapdan, 4 pərdədən ibarətdir. Hər hissədə 2 pərdə var. Satranç və yaxud şətranç, şahmat. İkincisi qan qoxusu, üçüncüsü zindan, dördüncüsü vəliəhd. Birincisi şətrançdır. Və oradakı belə bir suallar, sözlər xoşum gəldi. Heç kim hökümdarın aşağılanmağını və yaxud qorxu içində olması aşağılanmağını, qorxularını onun görməli deyil. Hökümdarlıq şətranc oyunu kimidir. Hökm etmək üçün, hakimiyyətdə olmaq üçün qurbanlar verməlidir. Heç kim hökümdarın zəifliyini görməməlidir. Zəifliyini görən şəxs məhv olur. Super bir tamaşa idi. Çox beğendim.